جانم علی جانم علی ای جان جانان علی فاطمه فاطمة يا بنت رسول الله جان جانان خدایا نجات تعریف الهیم جان جانان خدایا نجات تعریف الهیم روح ریحان خدایا نجات تعریف الهیم نور ایمانی خدا مهر تابان خدایا نجات تعریف الهیم یعنی زهران خدایا نجات تعریف الهیم Xanımın tərifində dil acizdir. Neçə illərdir şairlər yazıblar, hələ bundan sonra da yazacaqlar. Amma nə qədər yazsalar xanımın o tərifatının böyüklüyündə Hacı qardaşım buyurduğu kimi dəryadan bir qətrədir, bir damladır. O qədər haqq ucadıbdır ələmi Fatiməni çeşmi xurşidi görənməz hərəmi Fatiməni göydə ulduzlara baxsay kərəmi Fatiməni mələk istər öpər xaki qədəmi Fatiməni odur ki duxti tahanı xudaya necə tərif eləyim sonuncu beytimdir çox vaxtı almaram söz buradadır bəhbə qurban olum sizləri böyüdən ananın əllərinə süt verəndə bizə örgətdi bu dərsi anamız süt verəndə bizə örgətdi bu dərsi anamız dedi bir Fatimə yəni hamı aləm anasız yəni Fatimə olmasa aləm anasız olar bir işarə elədim ta sözü sözdən alasınız Ümmi Abdi bu gərək Zeyni əb olsun ona qız Ümmi Abdi bu gərək Zeyni əb olsun ona qız Nami kübran-ı xudayan necə tərif eləyim canəm Ali canəm